Salam aleykum, kanalıma və videoma xoş gəlmisiniz. Kanalıma abunə olmayı, like atmayı unutmayın. Limondur, bu da paşadır. Paşa vəziyyət. İndi bu yanlara səliqəyə salay, inəklər gələrlər. İnəklər sahədədir. Yarım saatəcə də yəqin gəlirlər. Hop. Və inəklər gəldilər. Qabaqlarında yaş ot var. İndi bunları bağlayım, gəlirəm. Və inəkləri bağladım. Qabaqlarında yaş ot var. İştahla yeyirlər. Bu yanları səliqəyə salırdım. Buzovların altın quru ot tökdüm. Amma şimdi biraz bu yanları süpürüb, sonra qabağındakı otu yesinlər. Sonra bunlara yem verəcəm. Çiftlikdən çıxanda da yenə qabaqlarında yaş ot tökəcəm. Limon. Limon. İndi bu yanları səliqəyə salıb gəldirəm. Və inəklərin altını təmizlədim. Bozalarını da hamısının. İnəklər yemək. Ot yeyirlər. İnəklərə quru ot verilmir. Retkalda verilir. Bugün səhər bozalara verilmişdi quru ot. Ama akşam sağı yaş ot verildi. Bir də inəklərin iynələri hamı vuruldu. Tam hazırdır. Yaz ayına hazırdılar. Paşa da buradadır. Paşa da iştahla yiyir. Çiftliğin üyəsi də buradadır. Təzə üyəsidir. Toyuq. Burada dənə yesin. İnəklər də buradadır. İndi inəklərə yem verəcəyim. Arpa yarması və kəpəyi qarışdırıb verəcəyim. Paşa. Ay paşa. Paşa bu taxtanı sındırmışdı. Bunu düzəltdi. 2 dəfə 3 dəfə sındırıb bunu.
axura başı tam çatmadığı üçün verilir və belə içinə girir, yeyir. Paşa qabağında olur, oranı yeyir. Limon da buradadır. İnəkləri çölə çıxardacaqdı. Hələ qalıb. Əslində çölə çıxartmalıyıq, amma nə bilim, hələ qalıb. Evet, bu söküləcək, sonra inəklər çölə çıxacaq. Burada bağlanacaq, yay yerində. Bura bağlanmayacaq bu il inəklər, amma bura bağlanacaqlar. Belə. İnəklər buradadır. İndi isə bunların yemlərini hazırlayaq. Və bir də Paşa ilə Limonun arasında neçə gün olduğunu soruşurdular. Elə bir Paşa noyabrın 16-sı olub 2024-cü il, amma Limon isə dekabrın 24-ü olub 2024-cü il. Bir ay 8-9 gün aralarında fərq var. Paşa böyüdü. Paşa indi ağıllaşıb, çölə buraxılır, ora buraxılır və ayın axırı zadı bir aydan sonra sahəyə gedər inəklərlə. Limon bilinmir, hələ Limon balacadır, 3 aylıqdır, amma Paşa isə 3-4 günə, 5 günə, 5 aylıq tamam olacaq. İndi inəklər sağılır, biz isə yemə hazırlayaq. Yemləri hazır elədim. İndi inəkləri sağlandan sonra verəcəyəm. Bunları qarışdırıb. Və bir də soruşa bilərsiniz ki, burada nədir? Çörək, sonra meyvə tərəvəz qabıqları falan qarışdırıb verəcəyəm. Belə. İndi inəklər sağılsın, ondan sonra verərəm. İnəklərin yemlərini verdim. Limona da verdim. Dayı ona da axşamlar da verir. Yeyir. Paşa da yeyir. Bu tənbəldir. Heç durub eləmir. Hələ belə yeyir. Bu ancaq yeyir, yatır, belə bir heyvandır. Bu da həmçini yeyib yatır. İndi bu yanları təmizləmək, sonra indi qabaqlarına ot tökəcəyəm yenə. Süpürüb, indi çiftlikdən ayranda isə atlarına quru ot səpəcəyəm. Atları yaşlı gördüyünüz kimi. İndi su da verərəm bunlara, yemlərin yanından sonra. Nə eləmək istəyirəm? Dur yedə, dur. Dur ye. Limona göz dəydi, yemədi. Və yavaşdan videonun sonuna gələk.
Bundan sonra bir təmizlik qalıb. Like atmayı, abunə olmayı unutmayın. Sağ olun, görüşənədək.